Ukraynanın Rusiyanın 10 regionuna dron hücumu, azı 3 nəfər ölüb. ABŞ və Ukrayna nümayəndələri arasında sülh danışıqları ilə bağlı görüş keçirilib. Trump Ağ Evdə kriptovalyuta sənayesinin liderləri ilə görüşüb. İndi isə daha ətraflı. Rusiya rəsmiləri çərşənbə axşamı bildirib ki, Ukraynanın 90-dan çox dronla həyata keçirdiyi hücum Moskva regionunda azı 3 nəfərin ölümünə və 18-dən çox şəxsin yaralanmasına səbəb olub. Hücum ümumilikdə sərhəd bölgələrindən tutmuş Rusiya paytaxtına qədər uzanan 10 regionu hədəf alan 300-dən çox Ukrayna dronunun iştirak etdiyi gecə hücumlarının bir hissəsi olub. Moskva regionunun qubernatoru Andrey Vorobyov Telegram kanalında bildirib ki, yaralılarla yanaşı dron qalıqlarının düşməsi nəticəsində bir yaşayış binasına zərər dəyib. Hücum həmçinin Moskva hava limanlarında uçuş məhdudiyyətlərinə və qatar xidmətlərinin dayandırılmasına səbəb olub. Rusiya Müdafiə Nazirliyi Moskva ərazisində 91, ümumilikdə isə 337 dronu vurduğunu açıqlayıb. Nazirlik bildirib ki, Kursk vilayəti üzərində 126, Bryansk üzərində 38, Belqorod üzərində 25, Rezan üzərində 22 və Kaluga, Lipetsk, Oryol, Voronej və Nijni Novgorod üzərində bir neçə dron məhv edilib. Belqorod vilayətinin qubernatoru Vyacheslav Gladkov Telegram kanalında bildirib ki, dron qalıqları bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə və bir neçə yaşayış binasının zədələnməsinə səbəb olub. Ukrayna hərbi qüvvələri çərşənbə axşamı gecə hücumlarında Rusiyanın istifadə etdiyi 126 drondan 79-unu vurduğunu açıqlayıb. ABŞ və Ukrayna rəsmiləri çərşənbə axşamı Səudiyyə Ərəbistanında danışıqlara başlayıb. Ukrayna tərəfinin Rusiya ilə qismən sülh planı təqdim edəcəyi gözlənilir. Ukraynanın planına uzun mənzilli raket hücumlarına son qoymaq və Qara dənizi əhatə edən atəşkəs daxildir. Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı keçirilən görüşlərdə iştirak etməyib. Ukraynanı aparat rəhbəri Andriy Yerman, Ukrayna Xarici İşlər naziri Andriy Sybiha, Müdafiə naziri Rustem Umerov və ordu komandiri Pavlo Palisa təmsil edir. Zelenski danışıqlardan öncə X-də yazıb ki, Ukrayna praktiki nəticələrə ümid edir. Donald Trump'ın 2022-ci ildə Rusiyanın Ukraynaya tam miqyaslı hərbi müdaxiləsi ilə başlayan müharibəni tez bir zamanda sona çatdırmaq istəyi fonunda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibi Marco Rubio və Milli Təhlükəsizlik müşaviri Mike Waltz rəhbərlik edir. Rubio bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya yardımda yaranan fasiləni həll etmək istəyir. O bildirib ki, ABŞ dinləmə modundadır və məqsədi Ukraynanın getməyə hazır olduğu güzəştləri anlamaqdır. Hazırda Ukraynalılar artıq bütün müdafiə kəşfiyyatı məlumatlarını alırlar. Mən ümid edirəm ki, biz yardımda fasilə anlayışını geniş bir şəkildə həll edə bilərik. Aydındır ki, sabah baş verənlər bunun üçün vacib olacaq deyə Rubio ciddiyə enmədən öncə hərbi təyyarədə müxbirlərə deyib. Biz bir otaqda oturub, xəritə üzərində xətlər çəkməyəcəyik. Ümumi olaraq onlar üçün hansı güzəştlərin mümkün olduğunu anlamağa çalışacağıq. Rubio deyib və əlavə edib ki, müharibənin hərbi həlli yoxdur və həm Rusiya, həm də Ukrayna çətin şeylər etməlidir. Daha sonra bazar ertəsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qırmızı dəniz sahilində yerləşən liman şəhəri Ciddədə Rubio ilə görüşüb. Salman günün əvvəlində Zelenski ilə də Ər-Riyadda görüşüb. Dünyaya Baxış proqramını izləyirsiniz. Prezident Trump kriptovalyuta liderlərini Ağ Evdə toplayaraq rəqəmsal aktivlər və Bitcoin'in strateji ehtiyatını yaratmaq məqsədi barədə müzakirə aparıb. Bu barədə daha ətraflı Michelle Queen'in reportajında. Cümə günü Prezident Donald Trump kriptovalyuta sənayesinin liderlərini Ağ Evdə qəbul edərək rəqəmsal aktivlərin gələcəyini müzakirə etdi. Bilirəm ki, bəziləriniz bu sahədə insanların nə baş verdiyini anlamasından əvvəl çalışmısınız. Sizi təbrik edirəm. Bu böyük bir gündür. Bu, ABŞ-ın kriptovalyuta sənayesinə yanaşmasında dramatik dəyişikliyi simvolizə edir. Sənayenin əsas fiqurları Biden administrasiyasının tənzimləmə və icra tədbirlərindən narazılıqlarını bildirmişdilər. Trump ötən il seçki kampaniyasında kriptovalyutalarla bağlı bir neçə vəd vermiş. Bu sənaye isə onun yenidən seçilməsi və inaugurasiyası üçün milyonlarla dolar xərcləyib. Onun rəhbərlik etdiyi qiymətli kağızlar və birja komissiyası bəzi kriptovalyuta şirkətlərinə qarşı iddiaları geri götürüb.
Administrasiyan federal bürokratiyanın kriptovalyutalara qarşı müharibəsini bitirməyə çalışır. Bu, Biden dövründə aqressiv şəkildə gedirdi. Bundan əlavə Trump strateji Bitcoin ehtiyatı yaratmaqla bağlı sərəncam imzalayıb. ABŞ hökuməti cinayət işlərində və ya mülki aktivlərlə bağlı proseslərdə dünyanın ən çox ticarət edilən kriptovalyutası olan Bitcoini müsadirə edir. Trumpın sözlərinə görə artıq müsadirə olunmuş Bitcoin satılmayacaq, əksinə saxlanacaq. O bildirib ki, bu prosesdə vergi ödəyicilərin pulu istifadə edilməyəcək. Pew Araşdırma Mərkəzinin sorğusuna görə Amerikalıların əksəriyyəti kriptovalyutaların etibarlığı və təhlükəsizliyi ilə bağlı narahatdır. Tənqidçilər kriptovalyutaların həm istehlakçılar, həm də maliyyə sistemləri üçün riskli olduğunu deyirlər. Trump administrasiyasının Bitcoin ehtiyatı yaratması bəzi investorların rəqəmsal aktivlərə daha çox güvənməsinə kömək edə bilər. Bu, kriptovalyutanın legitimləşdirilməsi istiqamətində bir addımdır. Əgər hökumət onu saxlayır və satmırsa, bu, onların etibarlı aktivlər olduğunu göstərən bir işarədir. Bəzi ekspertlər ABŞ-ın kriptovalyuta bazarında lider olmalı olduğunu düşünür. Biz əslində fiat valyuta sisteminə paralel ikinci bir maliyyə sistemi yaratmışıq. ABŞ maliyyə gücünü itirmək istəmirsə, bu sahədə iştirak etməlidir. Bitcoin ehtiyatı üçün ilk addım ABŞ hökumətinin nə qədər Bitcoinə sahib olduğunu nəzərdən keçirmək olacaq. Ağ Ev rəsmilərinin hesablamalarına görə hökumətin təxminən 200 min Bitcoin ehtiyatı var. Bu da təxminən 17 milyard dollar dəyərindədir. Və sonda Kiyev Uşaq və Gənclər Sarayında Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni əks etdirən Ukraynanın müstəqilliyi uğrunda müharibə adlı sərgi təşkil olunub. Sərgidə Rus pilotsuz təyyarələrinin və raketlərinin qalıqları, həmçinin Rusiya hərbçilərinə məxsus əşyalar nümayiş etdirilir. Kiyevdən Seymur Şxalevin reportajını təqdim edirik. Kiyevdə Uşaq və Gənclər Sarayında Ukraynanın müstəqilliyi uğrunda müharibə adlı sərgi açılıb. Burada Rusiya ordusuna məxsus pilotsuz təyyarələrin və raketlərin qalıqlarını, həmçinin Rus hərbçilərinin geyim və əşyalarını görmək olar. Bundan əlavə iki sərgi zalı Ukraynanın müdafiəsi zamanı həlak olmuş Ukraynalı qəhrəmanlara Andrey Pilşikov və Badri Lalaşviliyə həsr olunub. Sərginin şüarı belədir: yadda saxlayın, unutmayın, qiymətləndirin. Bu sərgi Rusiyanın hərbi cinayətlərini dünyaya nümayiş etdirmək və eyni zamanda Ukrayna xalqının mübarizə ruhunun nə qədər güclü olduğunu xatırlamaq üçün bir fürsətdir. Kiyev Uşaq və Gənclər Sarayının direktor müavini Rita Kosyak bildirib ki, sarayda tez-tez hərbi mövzulara həsr olunmuş müxtəlif sərgilər təşkil olunur. Onun sözlərinə görə gələcək nəsillərin 11 il ərzində Ukraynalıların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin hansı böyük itkilərə başa gəldiyini bilməsi və unutmaması çox vacibdir. Biz müxtəlif mövzularda tədbirlər təşkil edirik. Bugün gördüyünüz hərbi sərgi isə ziyarətçilər üçün xüsusi maraqlıdır. Burada hər kəs keçmiş hadisələrlə bağlı həqiqətləri öyrənə bilər. Belə sərgilərin əsas məqsədi heç olmasa faciələrlə dolu xatirələri qorumaqdır. Eyni zamanda bizi qorumuş və hazırda qorumağa davam edən qəhrəmanlar haqqında bilikləri yaşatmaq daha vacibdir. Bu qəhrəmanlar arasında müəllimlərimiz də var. Onlardan biri müharibədə həlak olan Badri Lalaşvili yeni texnologiyalardan istifadə edərək uşaqların dərsləri maraqla öyrənməsi üçün əlindən gələni edirdi. Geniş miqyaslı müharibənin ilk günlərində Badri Rusiyanın Ukraynaya doğru irəliləməsinin qarşısını almaq üçün Kiyev sərhədlərini müdafiə etməyə başladı. Burada onun mülki həyatda necə insan olduğu, necə qəhrəman kimi həlak olduğu və hansı mükafatlara layiq görüldüyü haqqında məlumat ala bilərsiniz. Uşaqlar bunu yadda saxlamalıdırlar. Biz isə bu barədə onlara real nümunələr əsasında danışırıq. Sərginin təşkilatçıları Rusiya-Ukrayna müharibəsi haqqında geniş məlumatlar təqdim ediblər. Bu məlumatlarda vurğulanır ki, müharibə çoxlarının düşündüyü kimi 2022-ci ildə deyil, əslində 2014-cü ildə başlayıb. Ukrayna Milli Hərbi Tarixi Muzeyinin şöbə müdiri Yevgeniy Şupik bildirib ki, o tez-tez uşaqlar üçün muzeydə, eləcə də bugünkü kimi kiçik sərgilərdə ekskursiyalar təşkil edir. Burada biz iki bölmə görürük. Birində qərb müttəfiqlərindən aldığımız müasir silahlar da daxil olmaqla Ukrayna hərbi texnikasını nümayiş etdiririk. Burada müasir təyyarələr və hava hücumundan müdafiə sistemləri də yer alır.
Digər hissədə isə Rusiya raket və pilotsuz təyyarələrin fraqmentlərini sərgiləyirik. Ziyarətçilər bilməlidir ki, bu raketlər və dronlar çox təhlükəlidir və onların yaratdığı təhdidə görə demək olar ki, hər gecə normal yata bilmirik. Amma hava hücumundan müdafiə qüvvələrimiz bizi qorumağa qadirdir. Xüsusilə müasir silahların tətbiqi nəticəsində demək olar ki, bütün növ Rusiya silahlarını effektiv şəkildə məhv edirik. Використовуючи, зокрема, і новітні зброї. Sərgidə həmçinin Liliya Averyanova müəllif turu keçirir. O hər gün Uşaq və Gənclər Sarayına gələrək ziyarətçilərə mərhum oğlu Rusiya-Ukrayna müharibəsinin qəhrəmanı Andrey Pilşikov haqqında danışır. Liliya Averyanovanın sözlərinə görə oğlu pilot olduğu üçün Ukrayna ordusuna müasir təyyarələr qazandırmaq naminə əlindən gələni edib. А хлопці, коли боролися на фронті, вони бачили, як ми втрачаємо. Andrey və silahdaşları cəbhədə olarkən Ukraynanın təyyarələri və pilotlarını necə itirdiyini gördülər. Onlar başa düşürdülər ki, Ukrayna ordusuna daha yaxşı silah və müasir texnika lazımdır. Müharibənin ilk günlərindən etibarən Andrey təyyarənin kokpitində olarkən beynəlxalq mediaya, o cümlədən Amerikan Səsi kanalına onlayn müsahibələr verirdi. O, Ukraynanın bu döyüşdə diqqət mərkəzində olması və ölkəyə daha çox silah göndərilməsi üçün çağırış edirdi. Buna görə də bütün dünya Ukrayna xalqının müstəqilliyi üçün hansı böyük bədəl ödədiyini bilməlidir. Ukrayna səmasını qorumaq üçün həyatını qurban vermiş ən yaxşı oğlan və qızların fədəkarlığını unutmamalıyıq. І тримають зараз з неба нашу Україну. Ukraynanın müstəqilliyi uğrunda müharibə sərgisi ilk növbədə uşaqları qəhrəmanlar və onların şücaətləri haqqında sadə və anlaşılan formada məlumatlandırmaq məqsədi daşıyır. Kiyev şəhərindən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan Səsi üçün. Bugün dünyaya baxışda isə çatdıracaqlarımız bu qədər. Proqramlarımızı amerikansəsi.org veb-saytımızdan izləməyi unutmayın. Ən son məlumatları bizim Instagram hesabımızdan da əldə edə bilərsiniz. Amerikanın səsi azad mətbuata çıxışı məhdud olan auditoriya informasiya çatdırmaq üçün bütün sosial media vasitələrindən aktiv şəkildə istifadə edir. Instagramda biz Amerikan səsi yazıb izləyə bilərsiniz. Bundan əlavə bizi Telegram kanalında da izləməyi unutmayın. Gündəlik xəbərlər və məlumatlar digər sosial media vasitələri ilə yanaşı Telegram kanalında da aktiv şəkildə yayımlanır. Telegramda VOA Azərbaycan axtararaq kanalımıza abunə olmağı unutmayın. Amerikan səsinin efirindən mən Fərid Ordiyev sizlərlə sağollaşıram. Hələlik.